Paytaxt Azərbaycanda baş verən maraqlı bir hadisəyə Qəbələdə mürəbbə festivalı keçirilib. Festival Azərbaycan şirniyyatının dünya arenasına çıxarılmasının, xüsusən mürəbbələrin tanıdılmasında xüsusi rol oynayıb. Maraqlı yarışmada ilk dəfə təqdim edilən pomidor və badımcan mürəbbələri hamının, xüsusən xarici qonaqların böyük marağına səbəb olub. Qəbələdə keçirilən mürəbbə festivalında bir neçə ölkənin Azərbaycandakı səfiri, mədəniyyət və incəsənət xadimləri, yerli və xarici turistlər də iştirak edirdi. Festivala qatılan şirniyyatçılar isə əl işlərini sərgiləməklə yanaşı təşkil olunan satış yarmarkada da iştirak edirdi. Dünyada ilk dəfə Qəbələdə keçirilən bu mötəbər festivalda Azərbaycan milli mətbəxinin dünya arenasına çıxarılması, xüsusən mürəbbələrin tanıdılmasında xüsusi əhəmiyyəti vurğulanaraq qeyd olundu ki, bu sahənin inkişaf etdirilməsi istər fərdi şəxslərin, istərsə də sahibkarların öz məhsullarını bazara çıxarması üçün geniş imkanlar yaradır. Əsas məqsəd isə milli adət-ənənə, milli dəyərlərimizin qorunması ilə yanaşı milli mətbəximizin beynəlxalq aləmdə tanıdılmasıdır. İştirakçılar isə mürəbbələrlə yanaşı bölgəni təmsil edən şirniyyat növlərini də təqdim edirdi. Festival çərçivəsində həmçinin müsabiqəyə təqdim edilən gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və cavalı mürəbbələrinin keyfiyyət yarışı da təşkil olundu. Sonda festivala təqdim olunmuş 8 çeşiddə mürəbbə Milli Kulinariya Mərkəzi tərəfindən təyin olunmuş münsiflər heyəti tərəfindən qiymətləndirildi. Münsiflərin rəyi əsasında 3 nominasiya üzrə ən yaxşı mürəbbə hazırlayan qaliblər müəyyən edilərək Gəncə sakininin bişirdiyi çiyələk mürəbbəsi birinci yerə və qızıl medala layiq görüldü. Festivala ölkəmizin 21 rayon və şəhərindən 500-ə yaxın iştirakçı qatılmışdı.